salamlayıram. Bu dəfə də möhtəşəm tədbirin daşınması APN Transport və Rentakar şirkətinə həvalə olunmuşdur. Gəlin tədbirimizə yaxından baxaq. Öz xidmət sahəmizdə qürurla bu layihənin icrasını həyata keçiririk. Bu tədbirdə 4 yeni model 2026-cı il avtobusu ilə Golden Dragonlardan 20 ədəd Mercedes Sprinter və 12 ədəd digər növ nəqliyyat vasitələrimizdən xidmət göstəririk. Yaylaq festivalı əslində 24, 25, 26 iyul tarixlərində olsa da tədbirə hazırlıq 21 iyuldan başlayaraq daşınmalar gəlmişdir və 27 iyula qədər davam edəcəkdir. Yaylaq festivalının daşınması hər il olduğu kimi bu ildə Qafqazın ən böyük transport və rentakar şirkəti olan APN-ə həvalə olunmuşdur.